Mən sizə bir şey deyim. Bunlar özləri haqqında o kadar böyük düşünürlər ki, əslində qalıb çox kiçik, o belə deyək də zərrəcik boydadılar, amma o kadar çox böyük düşünürlər. O əslində qalanda uğursuzluğun, onların sağlığı, psixoloji durumun nəticəsidir. Bilirsiniz, siyasətçi əslində qalanda nə üçün siyasətdir? O prosesə qoşuldu, nə üçün siyasətdir, nəyə xidmət etməlidir? Birinci o maraqlıdır. Məsələn, baxın, indi bunların xidmət növlərinə bir baxın ki, bunlar nəyə xidmət edir? Bunlar heç vaxt cəmiyyətdə dövlətin stabilliyinin qorunması üçün heç vaxt xidmət göstərirlər. Onlar siyasi həmrəyliyin yaranması üçün və vətəndaş həmrəyliyinə inteqrasiya eləmək üçün hər hansı bir addım atmayıblar. Sonra bunlar deyim ki, indiyə qədər ümumiyyətlə dövlət cəmiyyət münasibətlərinin davranış qaydalarında müsbət bir təkan vermək üçün hansı bir addım atmayıblar. Deməli, bunlar nəyə xidmət edir? Bunlar öz şəxsi maraqlarına xidmət edir. Bu maraq yönümlü siyasətçilər adlanır bunlar. Amma xidmət yönümlü siyasətçi tamamilə fərqlidir. Dövlətin stabilliyində, inkişafında, cəmiyyətin inkişafında, millətin sosial, siyasi durumlarının daha da yaxşı olmasına, rifahının daha da yaxşılaşması istiqamətində addımlar atır. Və bu fərqi yoxdur, hansı cəhbədə olursan ol. Fərqi yoxdur, hansı qütubda olursan ol və yaxud müxalifətdəsən, iqtidarsan. Bu siyasətçinin bu dərin anlayışı bu cürdür. Siyasətçinin dövlətə xidmət. Fəlsəfəsi odur, bəli. Fəlsəfəsi odur, bəli. Millətə və xalqa xidmət. Bəli, xidmətdir. Ölkənin siyasi dayanlarının möhkəmlənməsində rolu olmalıdır mütləq. Amma bunlar maraq yönümlü siyasətçi olduğu üçün siyasi deməli kapitalını, öz maliyyə məsələlərini düşünəcək mi? Üçün dünən bir mən yazmışam, dünən sırağa geldi. Bunların öyle ki, bu görürsünüz necə aqressivdirlər. O aqressiv məsələsinə toxunacaq. Nədən əmələ gəlir aqressiv? Siyasi bazarı bağlanıb bunlar. Siz siyasi bazarı bağlandıqdan sonra orada maliyyə məsələləri var idi. Orada siz bilirsiniz də müxtəlif yollarla xarici ölkələrdə bunlara vəsait daxil olur. Müxtəlif yollarla. Həmin vəsaitlərin qarşısı alınır. Deməli, bu bazar bağlandığına görə bunlar aqressivləşiblər və bunlar haqqında kimsə doğru nəsə deyəndə siz fikir verirsiniz, dövlətə xidmət edən siyasətçilərin hamısını atəşə tutublar. Maraqlara xidmət edən siyasətçiləri kənarda qalıb. Çünki o dövlətin öz şəxsi maraqlarına xidmət, o şəxsi maraqlar da onların şəxsi maraqlarının üst-üstə düşdüyünə görə müdafiə edilir. Burada əslində maliyyə məsələsi var. Söhbət puldan gedir. Söhbət puldan gedir, bəli. Ona görə bu cür siyasətçilərin həbs olunmağı, bu cür siyasətçilərin ümumiyyətlə bu dövlətin təmizləmə strategiyasıdır da burada. Ölkə daxilində Zəfər 5-cini qeyd edək biz. Əslində qanunda belə bir strateji olaraq təmizləmə əməliyyatına ehtiyac var idi. Və biz bunun indi bu müşahidə oluruq. Ramiz Beti məsələsi çox ciddi məsələdir. Həqiqətən də çox ciddi məsələdir və bu ciddiliyin də ölkə üçün təhlükəsi mövcud idi. Düzdür, bizim hüquq mühafizə orqanları çox peşəkar formada fəaliyyət göstərirlər. Bunlar bütün proseslərin hamısı nəzarətdə olub. İndi zaman onu göstərdi ki, belə olub, nəzarətdə olub bütün proseslər. Və onlara hansısa bir ciddi addım atmağa macal verməyiblər. Yəni o nəzarət mexanizmləri güclü olduğuna görə bunlar özləri də ona belə deyək, risk eləməyiblər. Amma faktiki olaraq bu boyda bir cinayət işi var. Özdə ən ağır maddələrlə ölkədə bizim cinayət deməli məcəllərimizdə ən ağır maddələrdir və indiyə qədər heç kimə o maddələr olmuyor. Deməli bunun bir əsası var da. Əsassız şəkildə bu heç kim eləmək mümkündür indiki dövrdə. Özdə Ramiz Bey. Özdə Ramiz Bey mümkün deyildir. Deməli varsa burada çox ciddi məsələlər var. Burada o aqressivləşən siyasətçilərə, o özünü lider alanlar Gültən xanım ümumiyyətlə bilirsiniz də mövqesiz bir insan olub. Həmişə biz bəzi videolar paylaşdıq. O parlamentdə var idi. Yox, o vaxt yox idi. O parlamentdə olanda mən parlamentdə jurnalist kimi fəaliyyət göstərmişəm. Demək mövqesiz bir insan olub həmişə. Heç vaxt qətiyyətli bir söz ifadəsi onun olmayıb. Yəni öz fikirlərində elə bir şey olmayıb. O hiss olunurdu əslində qalanda. İndi siyasətçilər onu hiss edir təbii ki, hiss olunurdu. Bu gün də həmin eyni mövqedədir və bunların cəmiyyətə ancaq bunlar mənfi, negativ deməli təfəkkürə dəstək veriblər ancaq həm bizim milli dəyərlərimizə zidd, deməli mentalitetimizə zidd, əxlaqi dəyərlərimizə zidd olan fəaliyyət növündən məşğul olurlar bunlar. Bu gün də onların həbs olunmağı, ona görə də o aqressivləşənlər də onları müdafiə, o cür müdafiə. Təbii ki, kimsə simpatiyası ola bilər, kiməsə inana bilər, etibar göstərə bilər, o normal bir şeydir. Amma hər şey əxlaq çərçivəsində